Yüreğinizde güneş olsun saygılı yurttaşlarımız. Yeni Düşünce YouTube kanalımızı izleyenler, dinleyenler. Ben Günev Atalı cavan yaşlarından Asi Vatanın Ocak Ruhani Hərəkatına qoşulmuşam. O çağdan bu çağa kimi ardıcıl olarak yaşadığım bölgede, eləcə də bu bölgeye yakın çevrelerde Asi Vatanın milli, insani, bəşəri ideya baxışlarını yaymağa, tanıtmağa çalışmışam. Bugün de doğulduğum Qarabağ illərində, eləcə də yaşadığım Binəqədi bölgesinde bu əməllərimi davam edirəm. Asif Ataya göre dünya insandan başlayır. Ona göre de insan özünün insani mahiyyətinə beraber yaşamakla dünyalaşmalıdır. Dünya insanda eğilip, insanda da düzəlməlidir. İnsanlaşın, insanlaştırın. Bəşərin qurtuluşu insanlaşmaqdadır. Mən həyatımı, fəaliyyətimi, bacarığımı bu çağrışın eşidilməsinə, yeriməsinə kökləmişəm. Yenə deyirəm, yurdumuzun əlim çatan hər yerinə bu sorağı daşımaqla uğraşıram. İndi mənim yaşım 70'i keçib. İllərdir mən bu işlərimi canlı ünsiyyətlə həyata keçirmişəm. Demək olar ki, sosial şəbəkələrdən, onun imkanlarından istifadə etməmişəm. Gec də olsa sosial şəbəkələrdən istifadə edərək sizinlə görüşə gəlmək, Asif Atanın insani həqiqətlərini bölüşmək istəyirəm. Sizə can sağlığı, milli, insani ruh ucalığı diləyirəm. Hem Novruz ərəfəsi olduğu üçün, yəni Novruz bayramı ərəfəsi olduğu üçün, həm də son vaxtlar milli dəyərlərimizlə bağlı mətbuatda, efirlərdə yanlış təsəvvürlərə qarşı Asi Vatanın Novruzluğumuz yazısını oxumaq istəyirəm. Bununla biz öz milli dəyərlərimizi tanımaq və sahib çıxmağımız gərəkdir. Bununla biz özgə dəyərlərindən qurtulmağımız gərəkdir. Nə qədər özgə dəyərlərini öz dəyərlərimiz hesab edə bilərik. Nə qədər həmi məişət, həmi davranışlarımızı dəyər olaraq ortaya gətirə bilərik. Dəyər böyük məsələdir. Dəyər millətin var olmasında, birliyində ən ümdə məsələdir. Ona görə də sizi bu Asi Vatanın bu fəlsəfi bədii məqamını dinləməyinizi istəyərdim. Yəqin ki, sizin üçün də maraqlı olar. Birinci dəyərimiz, zərdüştlüyümüz, oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz, hörmüzlüyümüz, əhrəmənlə döyüşümüz, qaranlığı yarmağımız, müqəddəs fikrə, sözə, əmələ yüksəlməyimiz, daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcli idrakımız, inamımız, xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. Ayrıldıq zərdüştlüyümüzdən, özümlüyümüzdən, qatıldıq qəza-və qədərə, cənnətə, cəhənnəmə, o dünyaya, hürülərə, pərilərə özgələşdik.
özümüze qayıtmaq gerek. İkinci, babəkliyimiz, yenilməzliyimiz, əyilməzliyimiz, nəhəng yağı ilə döyüşümüz, fərəhimiz, qəhrəmanlı müdrikliyimiz, cəngavət idrakımız, inamımız, dəhşəti sarsıtmağımız, üz ağlığımız, oda bənzərliyimiz, bənzərsizliyimiz, daxili şirvinliyimiz, ilkinliyimiz, ayrıldıq babəkliyimizdən, özünlüyümüzdən, parçalandıq, paralandıq, rəyyətləşdik, özgələşdik, özümüzə qayıtmaq gerek. Üçüncü, qorğutluğumuz, od ruhluğumuz, ağsaqqallığımız, nəsilliyimiz, dədəliyimiz, ulu ada çatmağımız, hünər qaynağımız, özümlüyümüz, ulusluğumuz, qocalığımız, ucalığımız, ayrıldıq qorğutluğumuzdan, özümlüyümüzdən, yetimləşdik, özgələşdik, özümüzə qayıtmaq gerek. Dördüncü, nəsimiliyimiz, əzəli ilahiliyimiz, insaniliyimiz, insandan başqa Allah tanımamamız, göyləşən yer, ənəl-həq ləyaqəti, dönməzlik ənənəsi, ayrıldıq nəsimilikdən, ilahilikdən, adiləşdik, özümüzə qayıtmaq gerek. Beşinci, füzuliliyimiz, aşıkliyimiz, mütləq gözəlliyimiz, ülvi fəryadımız, qəm işığı, dərd odu, əvədi şamlığımız, müqəddəsləşən göz yaşımız. Ayrıldıq füzuliliyimizdən, yadlaşdıq, yağlaşdıq, özümüzə qayıtmaq gerek. Muğamlığımız, pillə-pillə artmağımız, kamilliyə qalxmağımız, harayımız, ehtizazımız, həsrətimiz, heyrətimiz, mütləqə qovuşmağımız, ayrıldıq muğamlıqdan, loğmanlıqdan, hərcailəşdik, özgələşdik, özümüzə qayıtmaq gerek. Yedinci, sazlığımız, qüvvətlə zəifliyin birliyi, qılınc şaqqıltısı vələləmək, həm cangavərlik, həm sevgi, həm dəyanət, həm riqqət. Ayrıldıq sazlığımızdan. Nasazlıq əslində özümüzə qayıtmalıyıq, təzədən köklənməliyik. Novruzluğumuzdan Zərdüşt odu götürün, Dədə Qorqud ağsaqqallığı götürün, Babək hünəri götürün, Nəsimi vüqarı götürün, Füzuli heyrəti götürün, Muğam hikməti götürün, Saz dəyanəti götürün. Novruzluğumuzdan Novruzluq götürün. Dinlediğinize göre sağ olun. Atamız var olsun, yükümüzden büyük fərəhimiz yoxdur.